Səfərimiz Özbəkistanadır. Axşam saat 8 ekspres avtobusla biz yola düşürük üzü aeroporta tərəf. Uğurlar bizə, inanıram, maraqlı səfərimiz alacaq. Saat 8-dir, Bakı şəhərində qəşəng yağışlar yağan gündür. Buradan 1 manata ekspres avtobusla yola düşürük hava limanına. Təxmini 50 dəqiqə yolumuzdur. Hər 25 dəqiqədən bir də avtobus çıxır. Saat 22:55-də inşallah təyyarəmiz yola düşəcək. 2 saatlıq yolumuz var Özbəkistana. Ümid edirəm maraqlı səfərimiz alınacaq bu dəfə. Deməli belə, dünən gecə 2026-da yatıb, bugün, yəni Bakıda 2026-da yatıb, bugün 2006-cı ildə oyanmışam. Belə bir yerdə. Dünən gecə saat 3-də bizim reis Bakıdan gəldim Səmərqəndə və gecə orada otel danışmamışdım. Danışmışdım daha doğrusu Instagramda və həmin yerə getmək qərarına gəlmədim və hava limanında taksiçi bir dayı vardı, evinə dəvət elədi və $10 danışdım günü. Düzdür, amma bura çox da rahat bir yer deyil deyə bugün indi çıxıb otel axtaracağam özümə. Bu cür bir yerdə gecələməli oldum. Elə bil nənəmgildəyəm. Və daha ətraflı gecəni danışacağam sizə. Səhərə belə oyandıq və indi şəhər mərkəzinə gedirik. Səmərqəddən hər kəsə salamlar. Dünən gəldim bu şəhərə, dünən kəşf dövrü keçdim, yəni şəhərə baxdım. Bugünsə artıq vloqun ilk bölümünü çəkməyə fikirləşirəm. Və arxamda Registan meydanıdır və Səmərqəndin və eləcə də Özbəkistanın bütün reklamlarda və bütün broşurlarda və ya videolarda olan hissəsidir. Və qısa məlumat verərək və dünən və bugün çəkdiyim videolarda səsimin arxasında qoyacağım, siz daha ətraflı baxa bilərsiniz. Registan meydanı tarix haqqında çox məlumat vermək istəmirəm, çünki əsas məqsəd turistik bura gəldiyiniz zaman xərcləriniz, ondan əlavə harda qala bilərsiniz, bu tipli məlumatları verəcəm. Yəni tarix maraqlıdırsa, uşaq vaxtı oxuyardıq. Bura 15-ci əsrdə tikilib, 15-17-ci əsrdə mədrəsədir. Yəni məscid də mədrəsə sayılır, amma sırf məscid deyil də, bura elm təhsil ocağı kimi olub. Və yaxından kadrlarda və çox gözəl memarisi var. Yəni həddən artıq. İlk görəndə, ilk gəldiyim vaxt yəni wow effekti yaratdı. Çünki həqiqətən Bakıda və yaxud da həyatımda görmədiyim bir wow effekti yaradan bir tikili idi. Və bu wow effekti mən yalnız Misirdə, piramidalarda da yaşamışdım və burada da həmin effekti yaşadım. Və kadrlar birazdan qoyulacaq, baxarsınız. Yəni yaxın kadrlar çox gözəldir. Yəni birazdan həm fotoqrafam mən, qeyri-adi və maraqlı kadrlar. Özbəkistan turistik yerdir, baxın, yəni həqiqətən çoxlu turistlər gəlir, hər millətdən var və ən çox turistlər Rusiyadandır demək olar. Yəni Rusiya yaxındır, Qazaxıstan və Rusiya yaxın olduğuna görə, yəni Rus və Qazax turistlər burada çoxluq təşkil edir. İstərdim qiymətlər haqqında məlumat verim. Deməli, mən bura heç bir tur agentstvadan almayaraq gəlmişəm. Yəni özüm sərbəst biletimi aldım 580 manata, amma bir gün sonra həmin bileti 480 manata da var idi və uçuşumdan 2 gün əvvəl almışam biletimi. Oteli isə gəlib burada götürdüm günümü. Düz bu Registan meydanı ilə üzbəüz günü $18-dan otelimi götürdüm və daha ucuz variantlarda da götürə bilərsiniz. Yemək və digər rasxotları demək istəyirəm. Rasxot deyirəm ruscadır, amma xərclərimi bildirmək istəyirəm. Yeməyə dünən gün ərzində, yəni axşam yeməyimi KFC-dən, günorta yeməyimi də burada kebab seti götürərək yedim. Ümumi suyu falan, meyvəsi ilə bir yerdə gün ərzində yeməyə xərclədiyim məbləğ cəmi hardasa 26-30 manat idi. Və bu səfərimin sonunda sizə bütün xərclərim haqqında məlumat bildirəcəm. Nə qədər xərcim çıxdı və mən tək gəlmişəm, bir həftəlik gəlmişəm və düşünürəm ki, 2 gününü burada keçirtməyim, çünki bir həftə burada darıxacam. Bütün xərclər haqqında məlumat verəcəm. Otelə 3 günlük xərc ödədim. Gün $18-dan $54. Dünən cəmi 30 manat da yeməyə sayaq. Və bu gün isə artıq şəhərdə alış-verişə də başlamaq olar.
identical layout and shape. This madrasa was built later in the 17th century. The name of madrasa in Farsi, Sher. Registan meydanının səhər görüntüsü kimi axşam görüntüsü də çox möhtəşəmdir. Yəni işıqlandırılması və gecə işıq şouları da olur. Az sonra, yəni bu səsimin ardında dünən olan işıq şoularının da videolarını da qoyacağam. Baxarsa çox maraqlı görsənir. Ondan əlavə onu da bildirim ki, bilmirəm dəqiq hər gün olur yoxsa yox. Yəni bəzi günlər dəqiq burada işıq şouları olur və çox gözəldir. Yəni ən maraqlı əyləncələrdən və görüntülərdən biri də odur. Ozodlik edi. Ozodlik keltirar obodlik edi. Insonni hur qilib yaratgandir haq. Faqat hurlik bilan bunyod bo'lar xalq. Istiqlol. Çox gözəl, çox maraqlı. Deməli belə, daxil olduq və 3 məqbərə açılır buradan, 3 mədrəsə açılır daha doğrusu. Hər üçünün öz xüsusi gözəlliyi var. Yaxından və digər kadrlarda videonun içində qoyacağım, baxarsınız. Və giriş 15 manat təşkil edir. 15 manat verib içəri daxil ola bilərsiniz. Ondan əlavə içəridə fotoqraflar da var. Professional şəkillərdə çəkdirə bilərsiniz. Bir şəklin qiyməti təxmini olaraq 1 manat 40 qəpikdir. Təxmini 3-4 şəkil professional çəkdirəz bəs edir. Və öz telefonunuzla da yaxından daha gözəl kadrlar götürmək mümkündür. Yəni burada sırf professional çəkilişlər də gedir. Yəni onlardan da yəqin ki danışıb çəkdirmək mümkündür. Yəni hal-hazırda içəridəyəm, hər üçünün çöl görüntüsü. Birazdan içinə daxil olub içindən də maraqlı görüntülər göstərəcəm sizə. Gəlmək məsləhətdir, məncə məsləhətdir. Çox fərqli. Yəni Azərbaycanda bizim görmədiyimiz çox gözəl, fərqli memari və gözəllikdir. Həqiqətən də memarisi çox gözəldir. Yəni naxışlar, rənglər, forması çox fərqli və çox gözəldir. Həqiqətən gəlsəz, sırf buna görə bura gəlməyə dəyər.
Onsuz da Özbəkistana açığıdırsa elə bundan başqa bir şey. Yəni şəkil çəkdiriləsi, çox maraqlı gələcək bir şey yoxdur. Elə gələn də sırf buna görə gəlir. Hal-hazırda mədrəsələrin birinə daxil oluruq. Yəni burada hər millətdən, hər ölkədən turistləri görə bilərsiniz. Yəni turist çoxdur. Və burada həqiqətən çox gözəldir. İç tərəfdən. Fərqli və gözəl memarisi var. Sadəcə susub göstərmək istəyirəm ki, sadəcə baxın. Yəni hiss edin ki, siz də buradasınız. Yəni naxışları falan yaxından çəkirəm ki, o gözəlliyi siz də hiss edə biləsiniz. Həqiqətən bu bir-bir əllə işləmədir. Buna neçə illərin əziyyəti və ağıl lazımdır ki, bu cür gözəlliyi sən yarada biləsən. Həqiqətən çox gözəldir. İkinci mədrəsəyə də daxil oluruq. Eyni oxşar mənzərə burada da var. Baxın. Eyni oxşar mənzərədə bura elə biraz ondan balacadır. Ancaq bura da gözəldir. Ümumiyyətlə Özbəkistana gəlməyə istəyənlərə bildirim ki, bura çox təhlükəsiz. Yəni Bakı kimidir. Eyni insanlar hər kəs rus dilini bilir. Yəni dil problemi ümumiyyətlə yoxdur. Belə də ki, rus dilində bilməsəz, Azərbaycan dilində rəqəmlərimiz falan danışmağımız eynidir deyə rahatlıqla başa sala bilərsiniz istənilən şəxsi. Yəni ümumiyyətlə problemsizdir. Viza yoxdur, 2 saatlıq yoldur. Həm yaxındır, həm millətin mentaliteti, yaşayış tərzi Azərbaycana uyğundur. Yeməkləri Azərbaycana uyğundur. Yəni maraq üçün gəlmək məsləhətdir. Sadəcə birazca mənə görə bilet bahadır. Çünki 2 saatlıq yol, Azərbaycana yaxın ölkə, ancaq 600-700 manat gediş-gəliş bilet nisbətən bahadır. Yəni, Gürcüstan qədər ən azı 350-400 manat olsa, çox insan gələr bura. Sadəcə gəldiyiniz, mən məsələn bir həftələ gəlmişəm, bir həftə biraz çoxdur mənə görə. Əgər 2 nəfər və yaxud 3 nəfər kollektivlə gəlirsinizsə, 4 gün ərzində yetərli qədər, yəni 4 gün bəsdir. Gəlin, gəzin. Elə bir Şəkidir. Şəkixan, açıq Şəkixan sarayında olmamışam. Amma şəkillərdən ora oxşadıram. Bu isə günəş saatıdır. Günəşin düşdüyü bucağa görə yəqin ki, saat göstərir. Günəş saatı, bu da bir maraqdır ki, onu çəkdim, baxasınız. Bura isə sonuncu, 3-cü mədrəsənin içidir. Girən kimi sağda yerləşən ən maraqlısı buradır. Vaxtınız olmasa bura girməyə də bilərsiniz. Registan meydanından çıxdıqdan sonra belə bir küçə açılır. Bura mərkəzi küçə sayılır. Yəni alış-veriş eləmək üçün, gəzmək üçün sakit, yaşıllıq bir küçədir və onu da deyim ki, Səmərqəddə küçələr ümumiyyətlə çox genişdir. Yəni darısqallıq deyil, Bakıya nisbətdə bütün insanlar üçün olan gedişdə, yəni səkilər, maşın üçün yollar, hər biri çox geniş şəkildədir. Və bu küçənin düz başına qədər gedib və bu küçənin sonunda Siyop bazardır. Hansı ki, yəni Özbəkistana gələn insanlar ən maraqlı olaraq ora getmək istəyir. Yol boyu da bu cür maraqlı suvenir dükanlarıdır. Və Siyop bazarında da hava da bu cürdür. Yerli xalalar çox maraqlı geyimlər var. O 20 il bundan əvvəl toya bəzənib gedirdilər bizim xalalar. O geyimləri bunlar hələ də giyinirlər. Yəni bu cür maraqlı
satış yerləri var və bu satış qiymətləri ilə də sizi tanış eləyəcəm. Təxmini qiymətlər deyim ki, çox da baha deyil. Özbəkistan ümumiyyətlə bahalı ölkə sayılmır. Amma yəni çox da ucuz deyil. Bakı ilə nisbətdə az ucuzdur, amma çoxluq ucuzluq təşkil eləmir. Belə küçələri, parkları həddən artıq çoxdur. Yəni o meydandan sol tərəfə də universitet bulvarı var. Hansı ki, bütün universitetlər həmin parkın ətrafında yerləşir. O da çox maraqlıdır. Yəni nə qədər universitet varsa Səmərqəddə mənə elə gəlir, yəni elə başa düşdüm, ola bilər səhv eləyirəm. Yəni həmin bulvarın ətrafında yerləşir. Bu cür maraqlı küçədir və küçənin sonunda da Siyop bazarına gedirsən və onun yanında da bir dənə tarixi abidə var. Adını bilmirəm, dəqiqləşdirib deyərəm. Və orada sizi göstərəcəm. Bazara çatdım. Yəni yol bütün bu cürdür da. Yəni gecə də bura maraqlı olur, səhər üçün də maraqlıdır. Burada məktəbdir. Bayaqki parkla hardasa 200-300 metr gəldikdən sonra belə bir tikinti ilə yenə rastlaşacaqsınız. Yəqin ki, həmin meydanın davamıdır. Düz bunun yanında isə Siyop bazarı yerləşir ki, yəni maraqlı Özbəkistan koloriti həmin bazardadır. Gəlməyiniz məsləhətdir. Qeyd edeyim ki, burada TikTok sevərlər üçün pis xəbərim ondan ibarətdir ki, burada TikTok işləmir. Yalnız VPN ilə daxil ola bilərsiniz. Ondan başqa qiymətlər haqqında sizə əsas məlumatlarını verim və qeyd edirəm nə xərclədim. Taksi ucuzdur. ChatGPT-yə inanmayın. ChatGPT-nin dediyinə görə, yəni mən ChatGPT-yə yazışıb gəlmişdim və ChatGPT-nin mənə bildirdiyinə görə burada Bolt işləyirdi, amma düşdüyüm zaman gördüm ki, Bolt işləmir. Burada yalnız Yango işləyir və qiymətləri taksi üçün yəni Bakıdan da ucuzdur. Yəni qiymətləri ucuzdur, taksi qiymətləri. Ondan əlavə TikTok işləmir. Maraqlı məlumatlardan biri TikTokun işləməməyi ilə bağlıdır. Ondan başqa xərclərimi bildirim ki, internet çox yaxşıdır. Cəmi 8 dollar falan verdim, hardasa 14 manat. 14 manat elədi. 14 manata bir ay limitsiz internetdir və hər yerdə də yetəri qədər də keyfiyyətli tutur. Yəni internetlə bağlı problem yoxdur. Nömrə qarışıq, hamısı bir yerdə cəmi 14 manat falan nömrəyə vermişəm və bir ay limitsiz internet də daxildir. Və az sonra Siyop bazarına daxil olacağıq. Orada da maraqlı alış-veriş eləmək üçün əla yerlər var. Getdik. Düz Siyop bazarının yanındakı tikinti Əmir Teymurun Bibi xanım meçididir və indi içinə daxil oluruq. Yəni görüntülər bu cür möhtəşəm. Və indi içinə daxil oluruq. Yəni digər yerlərə əvvəlcədən girmişdim, buraya girməmişəm. Birinci dəfədə girirəm sizinlə bərabər. Burada giriş ödənişləndir. İçəri daxil olmayacağım çünki eyni tipdir, eyni şeydir. Buradan görüntü verək. Gəldiyiniz zaman burada gələ bilərsiniz. Amma yəni hamısı oxşardır. Yəni birinə girdin, məncə bəs edir. Və Siyop bazarına gəldik və əvvəlcədən Siyop bazarında olan kalorit haqqında olan videomu, qısa olan videoları qoyuram. Baxın, ab-havanı hiss eləyin videolardan. Ondan sonra isə içəri daxil olub qiymətlər haqqında sizə ətraflı çəkəcəm. Qiymətlər haqqında məlumat vermək istəyirəm. Bizim yanımızda. Assalamu alaikum Azerbaycan'a. Yine bakınlar piyalalar. Это керамика? Все керамика. А сколько стоит? Это 20 тысяч сум. 20 bin сом. 20 min sum. 20 bin сом. Rəqəmlər Azərbaycan dilində eynidir. 20 min sum nə qədərdir altında bildirəcəm. Yazılıb. Bunların həmməsi kolda işlənir, kolda yapılıyor. Əl işidir. El işi abi. Neçədir? Bu 200 bin som. 200 min sum. Keramik. Keramik. Bu tür qablar bizdə Şular var, tabaqlar. Bunlar var. Bunlar həmməsi 60 bin som. stəkanlar bəs.
Var mı? Bəli. Stəkan, aynen. 50 min son. 50 min. 1 milyon 200 min son 100 dollardır. İndi onu çevirin altında rəqtəsində qiymətləri bildirəcəm. Çox sağ olun. Спасибо. Спасибо вам тоже. Və hədiyyəlik burada bu cür maraqlı hədiyyəliklər var. Hansı ki qiymətlərini də soruşacağıq. Bunun сколько стоит вот это? 170 тысяч. На узбекский говорите? 70 мин. 70 bin son. Bəs маленький который? Маленький это 30, 25, 20. 25-30 min arasıdır. Такой надо, да? Fistашка возьму, пекан, макадамия, халва возьму. Bu Özbək qozudur. Yok, Özbekский, китайский, да? китайский? Сколько стоит? Килограмм 120. 120. Спасибо. Bu cür. Yəni hədiyyəliklər gördüklərimizdir ki, bu cür ədvaların da hədiyyəlikləri var. А это сколько стоит? 20, да, брат. 20. 20 min soma. Bu da hədiyyəlik ədvalardan ibarətdir. Ən çox quru meyvə, quru çərəzlər Özbəkistanda məşhurdur və qiymətləri də Azərbaycana nisbətdə ucuzdur. Gəldiyiniz halda almağınız məsləhətdir. Və bu cür ab-havası var Siyop bazarında. Dünən bazar günündə adam çox idi, bugün boşluqdur. Bu cür maqnitlər də var burada, hansı ki, hər bir ölkəyə getdiyiniz yerdə almağınız məsləhətdir. Xanımdan soruşdum ki, qiymətləri soruşacağam, səndən çıxdı getdi. Gəlsin qiymətləri soruşaram. А сколько стоит? Вот это магнит, вот это магнит. По-узбекски говорится. Summa. Bu har xil bo'ladi, razmeriga qaraydi. Aha. Bitta 50, дешевый, 45. На узбекски говорится одно и то же азербайджанский. O'zbekcha gapirsam bo'ladi. Tanish. Ha, qarang. Mana bular 50 ming, 45 mingdan qilib beramiz. 45 ming. Bular har xillari bor. Masalan, bu tarafga mana bularning arzonroq. Buni razmeriga 50 ming qilib beramiz bularni. Tam el işi de yoksa? Ha, bular rasm, mana bularni qo'liga qilib boylab chiqadi. Ha, tamam. El işi değil mi? Bilən rəssam işi deyil. Sadəcə əllə taxtanın üzərində düzəldiblər. Qoyub qoyun rasmga olsangiz, fotograf. Go'zallarni. Hə, qoy. Bu cür geyimlər də var, hansı ki qiymətlər təxmini olaraq Azərbaycan manatı ilə hardasa 14 manata bunlardır, kaşmirdir. Digərləri mənim yumşaq bir şeylərdir. Bunların qiyməti hardasa 18-19 manatdır. Amma çox gözəldir. Libas. Çox gözəldir. Bu cür papaq da var. Bu cür papağın qiyməti isə təxminən 11 manatdır. Xanımlar mənə geyimləri pozlarını verirlər və məndən çəkməklərini xahiş edədilər. Fotoqraf olduğumu bildiyi halda. Atlis. Xanımlardan 2 setka şey aldım. Çox yaxşı endirim elədilər. Endirim elədilər, amma əvəzində dedilər ki, sabah bizi fotosessiya eləyərsən Registan meydanında razılaşdım. Çünki şəkil çəkmək mənə zövq verir, fərqi yoxdur, problem deyil. Videolarını və şəkillərini sabah Registan meydanında çəkəcəm və mənə bəlkə də 60-70% endirim elədilər. Hardasa, yəni bütün hamıya hədiyyəliklərimi aldım. Təxmini olaraq 30 dollar falan çıxdı. Amma yəni bir 5-6 nəfərə hədiyyə aldım. Və turumuz davam eləyir. Bu arada bugün bura çox sakit və boşluqdur. Bəzi dükanlar ümumiyyətlə işləmir. Dünən bazar günü idi. Burada konsert də var idi, adamlar da çox idi, amma bugün boşluqdur.
gəldiyiniz zaman nəzərinizdə olsun. Məncə həftə içi boşluq olması qiymətlərin daha ucuz olmasına gətirib məntiqlə çıxardar. Nəinki dünən məsələn gəlsəydiniz endirim almaq və yaxud da çətin olar, amma bugünkü gün boşluqdur deyə daha rahat endirim və danışa bilərsiniz. Ümumiyyətlə də qiymətləri danışmağınız məsləhətdir. Danışıb endirim alıb alsaz daha məsləhətdir. Amma çox, yəni insanları aldatmağa meyilli millət deyil. Yəni Azərbaycanlılara çox yaxın və oxşarlıqları var mental olaraq, insani olaraq. Yəni burada çox aldanmaq və yaxud təhlükəli səni axşam kimsə qabağını kəssin, kimsə sataşsın, yəni elə bir şey ümumiyyətlə yoxdur. Çox sakit, mədəni, bizim mentalitetə və insanlara uyğun bir ölkədir, bir millətdir. Yenə də bazardır, gəlsəz endirim istəyir. Və şəhərin digər bir hissəsinə gəldik. Bura Tələbələr bulvarıdır mən biləni, Universitet bulvarı daha doğrusu. Və bu ərazidə, yəni 360 buradan baxın. Yəni yol o biri tərəfdə universitetlərdir, bu yanında universitetlərdir. Bura muzeydir. Bu da çox gözəl binadır. Dirəkləri falan çox maraqlıdır. Yəni şəkil çəkdirmək üçün də məsləhətli yerdir. Və universitetlər sırf bu küçədə yerləşir çoxsu və yan küçədə yerləşir. Bu da çox maraqlı bir şəhər quruluşudur. Çünki bütün universitetləri bir küçədə olması məncə tələbə həyatını daha da maraqlı eləyər. Məsələn, mən Bakı Dövlət Universitetini bitirmişəm. O bizim universitet böyükdür və bir çox universitetdə düz sıxlıq olurdu, amma maraqlıdır. Bütün tələbələrin bir yerdə olması, bir küçədə yerləşməsi universitetlərin çox maraqlıdır. Yəni Bakıda olsaydı, digər universitetlərdə oxusa yolumuz bir olacaqdı da. Çox maraqlı olardı. Yəni elə deyilmi? Siz də fikirlərinizi yaza bilərsiniz. Və universitetlərin qarşısı bu cür yaşıllıq, bu cür geniş olması daha maraqlıdır. Və bu küçənin başında bitdikdən sonra bir küçə var ki, orada da məsələn KFC, digər brendlər var. Yəni restoranlar falan maraqlıdır. Həmin o küçədə daha çox brend restoranlar falan var. İndi orada gedəcək, burger falan yemək istəsəz, o küçəyə getməyimiz məsləhətdir. Yəni milli yemək istəyirsinizsə, Registan tərəfdə yeyə bilərsiniz. Yox, burger falan istəyirsinizsə, KFC istəyirsinizsə, həmin küçəyə gedə bilərsiniz. Baxın, hər tərəf universitetlərdir. Və tələbələr olan küçəyə gəlmişiksə, burada bir-iki nəfərə yaxınlaşıb Azərbaycan haqqında fikirlərini, eləcə də görək Üzeyir Mehdizadəni həqiqətənmi burada çox tanıyırlar. O haqqda maraqlanaq, soruşaq. İlk öncə onu bildirim ki, mən rusca təmiz, yəni rus dilli deyiləm, Azərbaycan məktəbi bitirmişəm, Azərbaycan dilliyəm. Sadəcə ola bilər danışıq vaxtı müəyyən bir səhvlər eləyim, üzürlü sayarsınız onu da. Çalışacağım, bir neçə nəfərə sual verib maraqlı cavablar alaq. Getdik. Və çox maraqlı söhbət eləyəcəyimiz insan var, hansı ki yaxınlaşdım, çox maraqlı olaraq. Azərbaycandan kim tanıyırsan bildirdikdə birinci növbədə Üzeyri bildirdi. Abi adı nədir? Adım Sübhan diyor. Sübhan. Sübhan. Azərbaycanlılardan kimi tanıyırsan? Azerbaycan'dan Rahman Basilmaz. Bu şarkısı var. Burada kulak atsınlar. Ya bu da çok iyi öğretim. Sonra Üzeyir. Üzeyir. Üzeyir'de çok insanlar seviyor. Üzeyri. Üzeyir. Sonra Gizdivan, Pape, Restoran, Papa'nın gülü olaysa. Süper. İyi günler. Bakı hakkında, Azərbaycan hakkında ne bilirsən? Azerbaycan hakkında. Azerbaycan bizi kardeşimiz. Özbek halkının. Özbek halkının kardeşleri. Paytaxtı Baku. Var o.
Bizim Azərbaycandan Özbəkistana gələnlərə nə məsləhət? Sən özün burada gid işləyirsən mən biləni. Evet, evet. Turistlərlə. Sən nömrəni deyərsən, altda qeyd edirəm, kimə ehtiyac olsa sənə yazarlar, tamam? Tamam. Nə məsləhət görərsən Özbəkistana gəlməklərlə bağlı? Özbekistan'a gelin. Burada taamlar çok iyi. Aş var, pilav var, şaşlık var, mantı var. Çok iyi. Hoş geldiniz Özbekistan'a. Sağ ol. Təşəkkür. Tamam. Özlü türk dilində bilirsə çox rahat olacaq. Nömrəni yazacağam, kimə ehtiyac olsa müraciət edə bilər. Varam. Rahmet kardeşim. Teşekkür. Özbək aşı sifariş elədik. Təxmini qiymət bu süfrəyə, yəni salatı, suyu, aşı ilə bir yerdə 13-14 manat eləyəcək. Dadına biraz sonra baxacağam. Ümid edirəm çox dadlıdır. İlk dəfə də yeyirəm. Yəni bu formada olanını ilk dəfə də yeyirəm. Deməli belə, dadı çox dadlıdır. Çox bəyəndim. Gəldiyiniz zaman Özbəkistana gəlib Özbək aşı yeməmək yəni mümkünsüz olan bir şeydir. Ona görə də yemək məsləhətdir və fikirləşirəm sabah saat 8-də səhər Özbək aşını böyük qazanda bişirməyi Siyop bazarında olur. Sabah səhər sırf onun üçün tezdən durub ora gedəcəm. Ümid edirəm çəkə biləcəm. Eksiə çəksəm vloqa qoyacam, baxarsınız. Bilmirəm dəqiq Bakıda bu cür Özbək aşı verilir yoxsa yox. Məsələn yumurta, noxud, ət, istiyot. Yəni bunlar bütün ədvalıdır, amma dadlıdır. Yəni bizim Azərbaycanlıların damaq dadına uyğundur. Amma məncə Bakıda verilən Özbək aşı bəlkə də belədir. Bir iki dəfə yemişəm, amma bu cür olduğunu yəqin ki fərqləri var.